Dəyərli izləyicilər, bu günləri Qəhrəmanlar diyarı Biləsuvarımızda sərbəst güləşçimiz Fuad gənc idmançılarımızdan bugün hərbi xidmətə yola düşməmişdən öncə, bugün onun hərbidə getməmişdən öncə əsgər qonağlığında özünə borc bildi. Vətən uğrunda canından keçən, hər zaman üçrəkli bayrağımızı dalğalandıran İqbal Aslanlının abidə önündə abidəsini ziyarət etsin. Allah cəm şəhidlərimizi rəhmət eləsin, qazilərimizə şəfa və veteranlarımıza can sağlığı versin. Dediyim kimi hal-hazırda bu günləri bizim idmançı Biləsuvar, Qəhrəmanlar diyarı Biləsuvarın idmançıları, güləşçiləri hal-hazırda İqbal Aslanlının abidəsini ziyarət edirlər. Fuad özü güləşçidir, idmançı yoldaşlardır, hamısı idman yoldaşlarını çağırıb bu günləri həqiqətən Qəhrəmanlar diyarı Biləsuvarımızın igid oğulları da bax bu gün vətəni qorumağa yola düşməmişdən öncə şəhidlərimizin abidəsini ziyarət edir. Əziz Biləsuvarın idmançıları, bax siz hamımızda belə deyim də güclü güləşçilərsiniz. Bax bu günlərdə sizin kimi güləşən olub İqbal Aslanlı, özü də ki güləşçi olmağına baxmayaraq hər zamanda idmançı sadə olar deyərək İqbal Aslanlı'da balaca ilə balaca, böyük ilə böyük bir idmançımız olub. Üçrəkli bayrağımızı da hər idman belə deyim yarışlarında dalğalandıran idmançı olub. Bu gün də sizlər üçün, bizlər üçün canından keçdi. Tək ki vətən sağ olsun deyə. Bizlərin də borcudur hər bir xeyir işimizdə, hərbi xidmətə də gedəndə də ilk öncə kimləri ziyarət eləməliyik? Allah şəhidlərimizin ruhunu şad eləsin. Əlbəttə bu gün bax Fuad güləşçisi qardaşımıza təşəkkürümüzü bildirirəm ki, öz bax idman yoldaşlarıyla şəhidimiz İqbal Aslanlının abidə önündədir. Həqiqətən gözəl bir qürur verici bir andır ki, hələ buradan çıxandan da sonra gedəcək şəhidlərimizi ziyarət edəcək. Allah şəhidlərimizi, qazilərimizə, bax bizim maşallah, Biləsuvar həqiqətən də qəhrəmanlar diyarıdır. Bax bu gün də qəhrəman güləşçiləri ilə də fəxr edir. Allah şəhidlərimizi, qazilərimizə, Qarabağ, yaşasın, var olasın. Allah sizləri var eləsin. Fuad sağ gedib salamat gələsən. Sənin Simonda hansı gənclərimiz hərbi xidmətə yola düşürsə, sağ gedib salamat gəlsin. Gedən şəhidlərimizi də ziyarət edəyək. Dediyim kimi hal-hazırda Fuad belə deyim, hərbi xidmətə yola düşməmişdən öncə şəhidlərinin abidəsini ziyarət etdi. İqbal Aslanlı başda olmağına və bu gün də özünə borc bilir ki, başımızın tacı olan qəhrəman şəhidlərimizin məzarlarını ziyarət eləsin. Allah cəm şəhidlərimizi rəhmət, qazilərimizə şəfa və veteranlarımıza can sağlığı versin. Biləsuvarda bax bu gündə adət ənənə olaraq ilk öncə hər bir xeyir işində, hər bir işdə başımızın tacı olan, hər zaman torpaq altında yatıb və torpağı azad edən qəhrəman şəhidləri ziyarət edirlər. Allah cəmi şəhidlərimizi rəhmət eləsin, qazilərimizə şəfa və veteranlarımıza can sağlığı versin. Bax Biləsuvarın bu cür oğulları hər zaman, hər an Azərbaycan torpaqları uğrunda canlarından keçməyə hazırdılar. Bax bu gün də qəhrəman igid idmançılarımız şəhidləri ziyarət etməyi özlərinə borc bilir. Allah cəmi şəhidlərimizi rəhmət, qazilərimizə şəfa və veteranlarımıza can sağlığı versin. Dediyim kimi hal-hazırda Qəhrəmanlar diyarı Biləsuvarın bax idmançı güləş, sərbəst güləş üzrə bizim güləşçilərimiz bu gün ilk öncə şəhidlərimizin məzarını ziyarət etməyi özlərinə borc bilirlər. Üçrəkli bayrağımızın dalğalanması üçün canından keçən baş leytenant Namiq Abuşoğlu Maylovun məzarını ziyarətin bəli, bu günləri dediyim kimi Fuad özünə borc bilir, hərbi xidmətə getməmişdən öncə ziyarət edir. Allah şəhidlərimizi rəhmət eləsin. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Qazilərimizə şəfa və veteranlarımıza can sağlığı versin. Əlbəttə bu gün rahat, sərbəst, azadıqsa biz vətən üçün canından keçən şəhidlərə borcluyuq. Bax bu günləri Biləsuvarın bu cür igid oğulları da özlərinə borc bilirlər ki, şəhidlərimizi ziyarət eləsinlər. Ha, ziyarət
Allah cəm şəhidlərimizi rəhmət eləsin. Gəl qardaşlar. Allah ruhunu şad eləsin. Hərbçimiz vətən üçün hər zaman canından keçən olan müəyyən səbəblərdən dünyasını dəyişsə də biz özümüzə borc bildik ziyarət edirik. Allah ruhunu şad eləsin. Azərbaycan torpaqları uğrunda əynində olan forma olaraq əldə silah hər zaman vətən üçün canından keçənlərdən olur. Allah ruhunu şad eləsin.